Yoldaşlar salam, hər vaxtınız xeyir. Düz sözcüyü ilə bağlı belə bir suala baxacağıq. Düz sifəti ilə eyni köklü söz yarada bilən şəkilçiləri müəyyən edin. Sifət istəyir bizdən. 2-ni çıxaracağıq, 3-ü çıxardacağıq, bir də 4-ü çıxardacağıq. Çünki gün, ıl üstü 4, dır üstü 4 şəkilçiləri feillərə qoşulur. Əgər biz bunları qoşsaq, kökü feil olacaqdır. Demək, 2 və 3, 4 olan variantları silirik. Düzgün cavabımız qalır 1, 5. Qayda deyim sizə. Düzəl. Kökü nə oldu? Düz sifəti necə tapdım? Əgər tapa bilmirsinizsə, düz sözü 5-ci hissəsi kimi işlənir. Əsasən sifət və feil kimi tapa bilmirsinizsə, sifətli və ya feildir. Öncə nə edirsiniz? Düz sözünə şəkilçini artırdıq. Yaxşı, şəkilçi ilə tapa bilmirəm. Gətirirsiniz. Yadınızda isə mən sizə ıl üstü 4, ış üstü 4, dır üstü 4 və ıl üstü 4 şəkilçilərini demişdim. İlişdirin, vurmaq kimi yadınızda saxlayın. Bunlar feildən feil yaradır. Eyni qayda ilə dır və ıl üstü 4 şəkilçisini çıxıram. Və yaxud da ikinci bir qaydamız yerinə söz qoyuruq. Düz sözünün yerinə bir nitq hissəsi kimi işlənən söz qoyuram. Düz sözünü qoyuram. Baxın, süz burada feildir. Artıq mən əl şəkilçisini gətirsəm süzəl deyə bilmərəm. Çünki əl şəkilçisi feillərə qoşulmur. Amma süzdürmək deyə bilirəm. Demək, burada feildir. Süzül deyə bilirəm. Burada da feildir. Görürsünüz, ləş gətirə bilmirəm. Demək, burada sifət yaradır. 1 ilə 5 sifət yaradır. Demək, bizdən sifət istəyirdi. Düzgün cavabımız olacaqdır D variantı.